Salam dostlar, Amsterdama hamınız xoş gəlmisiniz. Bildiyiniz qədərilə mən burada yaşayıram və sizi burada qarşılamağa çox mən şadam yəni və qürur duyucu bir şeydir ki, Azərbaycandan yəni Eurovision'ı bu il təmsil edən Mamagama qrupunu burada qarşılamaqdır. Sizi görmək xoş oldu. Birinci hissləriniz nədir? Amsterdama gəlmisiniz. Çok güzel. Yani güzel bir vibe. Güzel insanlar. Siz de burada varsınız. Çok sağ olun desteğinize göre. Çok sağ olun. Çok hoştu. Göre çok sağ olun. Sizin birinci məşqiniz keçdi bu günlərin bildiyim qədərilə səhər. Məşqdə nə hisslər yaşadı? Bir həyəcan varmı yəni, yoxdur deyə? Drive hissedirik. Yani enerjimiz çoktu, boldu. Yani her şey yani fire vermeye hazır. Yaxşı, bəs ümumiyyətlə indi Amsterdama gəlmisiniz. Sizin də axırıncı dəfə Bakıda görüşmüşəm mən, amma bu günlərim artıq Amsterdamdayıq. Ümumiyyətlə Eurovision üçün bildiyim qədərilə də Zürixdə olmusunuz. Promo rolik çəkmisiniz orada. Bəs o necə keçdi sizdə yəni? Bir həyəcan ya da fərqli bir şeylər? Çok güzel geçti çünkü orada peşakar insanlarla işleydik. Həvəslər, her insan farklı ülkelerden. Çok güzel bir tecrübe oldu. Bütün gün çekti ama ağır gelse de bazı anlarda yani ağlaydı. Koreografiya ilə əlaqədar olan bir şey, bir sürpriz kimi bir şey paylaşa bilərsiniz? Yok. Yok. Yani bu sürpriz olarak qalır bizdə yəni. Lap gözəl. İnşallah son belə deyək. İnşallah yani her şey yaxşı olur. Yaxşı səhnədən bir şey sürpriz gözləyir bizi yəni. Tam açıqlamağa lazım değil ama bir balaca bir şey var mı? Bir sahne fərqliliyi olacak görebileceğiz biz ondan. Ben diyebilirim. Öyle diyebilirim. Aslında şimdi bugün show olacak. Bugünkü show'dan fərqlənir də yəni. Çok güzel. Uşaqlar, bəs mağınızdan kısa bir parça yani. Son festivalın izləyirlər üçün ümumiyyətlə bizi her yerden izləyirlər. Kısa bir parça istəyərik. No matter what, you can turn red. I wanna run with you. I wanna run with you. No matter what, you can turn red. I wanna run with you. I wanna run with you. Yeah! Çok sağ olun. Çok sağ olun uşaqlar. Bu kısa oldu bizim için. Yani sizi görmeye tekrardan şadam burada ben. İnşallah artık ya da Bazel'de, yani Bazel'de görüşecek ümumiyyətlə. Sizinle orada görüşmek ümidiyle. Sağ olun. Çok sağ olun.